Qarağacılı Tam Orta Məktəbinin direktoru Cəmilə Rəhimovanı döyməkdə ittiham olunan Elbirin məhkəməsi başa çatıb. Hadisə ötən ilin mayın 24-də saat 13 radələrində Samux rayonu Qarağacılı qəsəbəsində yerləşən Qarağacılı qəsəbə Tam Orta Məktəbinin dəhlizində baş verib. Qəsəbə sakini Elbir Cəmilə ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə ediblər, onlar dalaşıblar. Dava zamanı Elbir Cəmiləni vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən Elbirin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Samux rayon Qarağacılı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olaraq aləmi dolandırıram. 2013-cü ildən 2024-cü ilin noyabr ayına qədər Qarağacılı kənd orta məktəbinin təsərrüfat müdiri vəzifəsində işləmişəm. Cəmilə həmin məktəbin direktoru vəzifəsində çalışır. Cəmiləni 2013-cü ildən tanıyıram. Əvvəllər Cəmilə ilə heç bir düşmənçilik və ədavətim olmayıb. Sonradan Cəmilənin işində olan qanunsuzluqlarla bağlı araşdırma zamanı məndən soruşulan zaman doğru sözü dedim. Buna görə də Cəmilə bir dəfə məni işdən azad elədi. Lakin sonradan təhsil idarəsinə müraciət etdim və müraciətimdən sonra məni işə bərpa etdilər deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Cəmilə onunla düşmənçilik aparmağa və işində problemlər yaratmağa başlayıb. Cəmilə mənim əlimdən alaraq öz xidməti otağına qoydu. Buna görə də öz vəzifəmi icra edə bilmədim. Həmçinin 2024-cü ilin fevralından maaşımı ala bilməmişəm. Bu barədə aidiyyəti orqanlara müraciət etmişəm. Bununla bağlı araşdırma aparılıb deyə Elbir ifadəsində göstərib. Elbir qeyd edib ki, Qarağacılı kənd orta məktəbində jurnalistləri çağıraraq bununla bağlı müsahibə verib. Həmin tarixdə saat 13 radələrində jurnalistləri yola saldıqdan sonra pilləkənləri qalxdım və məktəbin binasına, yəni koridora daxil oldum. Bu vaxt orada Çinarə də dayanmışdı. Mən bu 1-2 addım irəli getdikdən sonra arxa tərəfdən qəfildən zərbə dəydi və səsindən tanıdığım Cəmilə mənə söyüşlər söydü. Arxaya çönən zaman Cəmilənin əlində sarı rəngli süpürgə olduğunu gördüm. Cəmilə həmin süpürgə ilə məni vurdu. Cəmilə ilə üzbəüz dayanan zaman əlində olan süpürgə ilə ardıcıl olaraq başıma 4-5 dəfə zərbə indirdi. Əlimi başıma tutdum ki, başımda daha ağır zərbə almayım. Həmçinin Cəmilə məni vura-vura it oğlu, sən məktəbə adam gətirirsən, dedi. Çinarə Cəmiləni qışqıraraq, burax, ay müəllim, öldü, dedi. Mən isə başımı tutdum və dedim ki, dəyməyin, qoy vursun. Cəmilə qışqıraraq, it oğlunu öldürəcəm, dedi. Cəmilə şərbaz adamdır. Buna görə də ona əlimi qaldırmamışam. Bu zaman səs-küyə Şamxal müəllim, Mayıl müəllim, Nuridə müəllimə, Cəmilənin qızı Nuranə gəldi, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş qismində ifadə verən Cəmilənin sözlərinə görə 2010-cu ildən Qarağacılı qəsəbə Tam Orta Məktəbinin direktoru vəzifəsində işləyir. Elbir 2015-2016-cı tədris ilində direktoru olduğum məktəbə təsərrüfat müdiri vəzifəsinə işə qəbul etmişəm. Əvvəllər Elbir ilə heç bir düşmənçilik və ədavətim olmayıb. Elbiri işimdə olan maliyyə pozuntularına görə işdən azad etmişəm. Bundan sonra Elbir mənimlə düşmənçilik aparıb, haqqımda əsassız olaraq şikayətlər etməyə başlayıb. Sonradan Gəncə Təhsil İdarəsinin sektor müdiri Nurlana Həsənova tərəfindən Elbir işə qaytarıldı, deyə Cəmilə ifadəsində göstərib. Cəmilə qeyd edib ki, 24 may 2024-cü ildə saat 13 radələrində Qarağacılı kənd
tam orta məktəbində olan zaman 51 məktəbə jurnalistləri gətirib və olanlara yalan müsahibə verib. Jurnalistlər məktəbdən getdikdən sonra koridorda müəllimlər otağına tərəf gedirdim. Bu zaman arxa tərəfindən kiminsə olduğunu hiss etdim. Arxamda olan şəxs kürək nahiyəmdən tutdu, məni yerə yıxarmaq istəyirdi. Arxaya baxan zaman gördüm ki, həmin şəxs Elbirdir. Qışqıraraq səs-küy saldım ki, Elbir məndən aralansın. Elbir məni vurmasın deyə sol əlimi başıma tərəf qaldırdım. Elbir baş nahiyəmə tərəf yuxarıdan aşağıya doğru hərəkətlənən yumruq zərbəsi atdı. Sol əlim başımda olduğu üçün Elbirin zərbəsi başıma tərəf qaldırdığım, yəni sol bilək nahiyəmə dəydi. Bundan sonra məktəbin işçiləri bizi aralamağa girdilər. Elbir isə mənə tərəf dartınaraq vurmaq istəyirdi. Mən və ünvanıma nalayiq ifadələrlə söyüş duyurdu. Həmçinin Elbir həmin qalmaqalda mənimlə sübürləşərək hər iki qoluma cırmaq atdı. Əli və ayağı ilə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi. Bundan sonra orada olan şəxslər Elbiri aralayaraq apardılar. Mən xəsarət aldığım üçün təcili tibbi yardıma müraciət etdim. Həmçinin hadisədən sonra müəyyən etdim ki, barmağımda olan 1000 manat dəyərində qızıl üzük hadisə zamanı itib, deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Samux rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Elbir 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 22:00-dan 7:00-a yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Cəzanın icrasına nəzarət Samux rayon icra və probasiya şöbəsinə həvalə edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O barəsində cəzanın yüngülləşdirilməsini istəyir. Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə təqsirləndirilən şəxs tərəfindən verilən şikayət təmin olunmayıb, Samux rayon məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.